Vəkillər Kollegiyası və Audiovizual Şuradan cavab gəldi. Space TV-də yayımlanan Gəl Danış proqramında zorakılıq görən və ölümlə təhdid olunan gənc qadının aparıcı Amil Xəlil və vəkil Məhəbbət Dəmirçiyeva tərəfindən qınanması ilə bağlı Vəkillər Kollegiyası və Audiovizual Şuraya müraciət ünvanlamışdıq. Həmin verilişdə vəkil Məhəbbət Dəmirçiyeva hüququ və qanunları heçə sayan ifadələr işlətməkdən çəkinməmişdi. Edirsə biz buradan onu heç qınayırıq, deyirik ki, elə şeylər var ki, bu bizim birinci növbədə istəyir polis olsun, istəyir icrası olsun, Azərbaycan mentalitetinin qorunması deyilən bir adətimiz var ki, bunu qanun heç bölündən keçə bilməz. Vəkillərin davranış qaydaları haqqında əsasnamaya uyğun olaraq Vəkillər Kollegiyasına etdiyimiz müraciətə cavab gəldi ki, məsələ ilə bağlı vəkil Məhəbbət Dəmirçiyeva rəissiyyət heyətinə dəvət edilərək onunla müvafiq söhbət aparılıb. Bu cavabdan aydın olur ki, vəkilin səsləndirdiyi ifadələrdə açıq hüquq pozuntuları olduğundan bu söhbətin aparılması zərurəti yaranıb. Ancaq Audiovizual Şuradan cavabda bildirildi ki, bu ifadələr fikir azadlığı imiş. Demək, Şuraya görə hüquq professoru və vəkilin qanunlar mentalitetin heç böyründən də keçə bilməz ifadəsi fikir azadlığı imiş. Əgər dövlət, cəmiyyət, mentalitet də idarə olunursa və ya olunmalıdırsa, o zaman qanunlar, konstitusiya niyə yazılıb? Məsələn, elə həmin mentalitetin qaydalarına görə qız qaçırılması bir adətdir, lakin qanunlara görə bu adam oğurluğudur və bu cinayəti mentalitetdən yola çıxaraq törədən şəxslər illərlə azadlıqdan məhrum edilirlər. Belə çıxır ki, mentalitet qanunlara zidd olduqda insanlar mentaliteti əsas götürərək cinayət törətməli, bu cinayətə görə cəzalandırılmalı, amma televiziya efirindən yenə bu əməli törətməyə dəvət olunmalıdırlar. Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan hüquqi dövlət prinsipləri ilə idarə olunur. Televiziya efirindən hüquq professoru və vəkil tərəfindən bu hüquqların, qanunların açıq şəkildə heçə sayılmasının təhlükəsi və onun cəmiyyətin şuurunda yarada biləcəyi neqativ təsirlərdən kim məsuldur? Vəkilin qadının sığınacağı yerləşməyə ixtiyarı yoxdur deməsi mahiyyət etibarilə qurbanın müdafiəsiz buraxılmasına bir çağırışdır. Bu cür yanaşmalar məişət zorakılığını da dolayısıyla legitimləşdirir. Media bu cür ifadələrin ictimaiyyətə çatdırılmasına alət olmamalı və ayrı-seçkiliyin yayılmasına da xidmət etməməlidir. Üstəlik, vəkil Məhəbbət Dəmirçiyevanın Bakı Dövlət Universitetində hüquq üzrə dərs deməsini nəzərə alaraq universitetə də müraciət etmişdik. Lakin bu qədər həssas mövzu ilə bağlı hələ də heç bir cavab almamışıq. Bu susqunluq da ciddi narahatlıq doğurur. Bakı Dövlət Universitetinin ölkənin ilk ali təhsil müəssisəsi və ən böyük ali hüquq məktəbi olduğu nəzərə alaraq müraciətimizə tezliklə, obyektiv şəkildə cavab gələcəyini ümid edirik. Sonda isə belə bir sualım var. Əgər qanunlar yox, mentalitet əsasdırsa, o zaman hüquqi dövlət anlayışını necə qoruyacağıq?